20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri yanvarın 20-sində Ümumxalq Hüzn günündə Şəhidlər Xiyabanını ziyarət ediblər. YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tərgüllər düzüblər. Əbədi məşəl abidəsinin önünə əklil qoyulub. Partiya nümayəndələri tərəfindən Türk şəhidliyi abidəsi də ziyarət olunub. Abidənin önünə gül dəstələri qoyularaq Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş Türk qardaşlarımızın xatirəsi ehtiramla anılıb.